mən Məmməd ki, Məhəmmədin türküsüdür da, Məhəmməd ərəbidir, Məmməd də onun türküsüdür. Məmməd Şahverdiyəm, Mahmud oğlu. 1323 Günəş Hicri ilində anadan olmuşam. Miladi ili ilə, doğum ili ilə 1945-ci il olar. Yəni 2-ci Dünya Müharibəsinin son illərində Şəms Dəbiristanında, ikinci yarısını Xusravi Mədrəsə Dəbiristanında ədəbi işdə diplom almışam. Şüvənədən mənim çox xatirələrim vardı, həm mədrəsəmizdən, həm məhəlləmizdən. Xoy bir dərəndəş bir yer olubdu. İki qismətdən təşkil tapıb. Bir şəhrin özü ki, ona biz qala deyərdik, qala. Şüvənə qapısı, məhəllə qapısı, Maçu qapısı, ya əslisi oranın Ços qapısıydı. Saqqavatlar, saqqaxana var, hamam. Hamam saqqaxana var. Yerim o çay masjididir. Çay masjididir, bəli. Nə danışarsın? Çay masjidi arz edim sizin xidmətinizə. Bu Qoturdan ki, şəhər arxı arz elədik. Şəhər Qoturdan, Qotur başı indi təqribən idarə qazın yanına deyərlər Qotur başı. Yəni Qoturun çağı gələrdi ora. Ona görə ora deyərlər Qotur başı. İndi idarə qaz ki vardı. Qaz xiyabanında bir sürü Bəhməndə. Hə, ora təqribən Qotur başı deyərlər. Orada oralarda avadanlıq yoxdur, hamısı bağ-bağatıdılar da. Oradan su gələrdi. İndiki Rəhman qaz xiyabanı ki vardı. Orayla gələrdi. Orada yetişəndə indiki Xümeyni xiyabanına, Xümeyni xiyabanının qədimliyi kamil yadınızdadır da. Bu yanı şəhərin xəndəyi idi, qələnin xəndəyi idi. Bu yana da bağlar idi. Belə torpaqlıq bir yol idi da, gələrdi məhəllə qapısına. Bu yandan da gələrdi qəbristanlıq aralarından, yaşardı Şüvənənin yollarına. Oradan keçərdi Söğütlü küçəsinə. Dolab bariz yer rəhmətli Ağay Pəyamicin dərmanları idi da. Ay Pəyam, bəli, onlar sonralar düzəldi da. Onlar sonralar düzəldilər. Onlar xəndədir ağa da. Onlar. Xəndək yadıma gəlir, Ağay Pəyamicin yadıma gəlir. Bəli. Hacələkbər Azərmin motoru var idi orada. Onlar sonra qeylənib. Onlar şəhərin xəndəni, şəhridarı o zaman satıb. Bəli, bəli. Satıb metrini 3 pənabətə. Bunu da mən deyim, 3 pənabət yəni mənə. Bəli, buyurun, hətmən. Xob, indi o pulların heç birinin məhfumu yoxdur. Bir tümən. Bəli. Bir tüməni fikrim xalq bilər də, bir tümən də mənə. Bir qıran da bölür. Bir tümən 10 riyaldır. Belə deyil, 10 riyal. Bəli, bəli, bəli. Biz qıran deyərik. Riyala biz türküdə qıran deyərik. Bir qıran. Bir qıran, bəli. Bir qıranın yarısı 10 şahıdır. 10 şahı. 10 şahı. 10 şahı. 10 şahı da bərabərdir bir pənabətlə. Bir pənabət. 3 dənə 10 şahı, yəni bir qıran yarım. Onlar 3 pənabət. Bir qıran yarım, onlar 3 pənabət. Rəhmətli mamam deyərdi bizim, biz ətin kilosunu alardıq 3 pənabət. Bir şey. 3 pənabət. 3 pənabətə o şəhridarı o zaman. O xəndəyin yerin satıb bu cəmaətə. Cəmaət alıblar məşhur adamlardan Hacələkbər Azər, rəhmətli Həsən Cani, Ay Həddadicil, Ay Münəccimicil. Bunlar o xəndəkləri alıbmışdılar. Orada əvləsində. Ay Vaqifzadə soruşdu çay məscidinin bəçi təsmiyəsini. Niyə deyirlər çay məscidi? O çay ki oradan gəlirdi, Qotur çayı, 2 bölünərdi. Biri gedərdi Xumizada, məhəllə qapısına sarı, əkin-məkinə da. Biri də oradan gələrdi, tökülərdi, xəndəkdə o Azərmin bağçalar vardı. Bağçanın yanından tökülərdi məscidin yanına.
Ona görə o məscidin adı üçün çay əvvəli, orada əvvəl avadanlığın əvvəli idi da. Məscid çayın yanındaydı. Ora gedilirlər, ora çay məscidi. İndi adını əvəz eləyiblər. Mən deyərdim, Mütəəssifانə çay içi bizim içilir, şəhərimizdə çay nəzərdə. ad əvəz eləmək moddur, klassdır. Niyə əvəz eləyirlər bilmirəm. Çay məscidinin nədir ki məsələ? Bəli. Bəli. İndi adını nə mənə qoyublar? Vallahi bilmirəm, yadımdan çıxıb Mən deyil. deyərdim, çay məhcidi çay içirik, odur. Bəs İki, iki, iki. Burada şir başı vardı, şir var idi yadınızda. Qədim o şirlərdən var idi da, qırmızı şirlərdən, Onlar qədimi hansı demək şirlərdən. Onlardı biləm, o zaman Onları da ələt, biz deyərdik o zaman ələtçilik. Onları Siemens karxanası, Almanın Siemens şirkəti. Xoyun Azərbaycanın bu elektrik işlərini Bəli. peymana götürmüşdü, kontrata götürmüşdü. Bəli, onlar iki cürə elektrik ağacı zad eləyirlər. Biri o cəngəli ağaçlar idilər, Bəli, bəli. o qərələ, qırmızılar. Bəli, bəli. Bir də ki, simintdən idi da, betonu, o, Bəli, indi də bəli. yenə vardılar da. Bu çay məscidinin Sementçi buyurusuz, simançı deyirik, İngilizcesi sementidir da. siment, biz də simit deyərdik. Türkçədə biz ona simit deyərik. Çox cəlib. Simit indi deyirsiniz, mənim də yadıma düşür simit bax. Hələ siment gəlib simit olub. Bəli da, bəzi Həvaپیمaya təyyarə deyir. təyyarə deyirik, ərəbi daxil, təyyarə. Bəli, onlar deyərlər aeroplan, bəli, aeroplan. Pənabəti dediniz, Kiryalı da bu da. Bəli, daha deyim. Bəli, həttən. Bir pullardan o pənabəti Çox cəlib oldu. Mən dedik. İhtimali bilmirdim dəqiqən nə mənə. Biz 2 qrana hop vahid pullarımızı biz sarıq. Bizim zamanımızda bu Bəli, pullar bəli. raic idi. Right. 5 şahı, Beş şahı. 10 şahının yarısı. 10 şahı, mən özüm məsələn 10 şahıya bir cip xurma aladım. Quru xurma. Bizdə 1 qran, 2 qran zamanı. Hə. Və 10 şahdan sonra 1 qran, 1 qran. 3 pənabət bir tərtiblə də. Amma gedir yox. 3 pənabət, 2 qran, 2 riyal. 2 riyal. 2 riyal yəni 2 qran. Bir də 10 şahı. 2 riyal. 2 riyal, yəni 2 qran bir də 10 şahı. Bəzi zatların məsələn deyirlər ha ponzası 2 riyaldır. Ponza bəli. Yəni 2 qran bir dənə də 10 şahı verirsən. 3 qran yox ha, 3 qrandan azdır. Bəli. Ondan sonra 3 qran. Ondan sonra 1 manat. Manat. 1 manat. 3 qran 10 şahıya. Biz 1 manat deyərdik ona. Bəli, bəli. 1 manat yəni 3 qran 10 şahı. Hala indi onun o ad qoymasının illətini şayət o zaman məsələn Azərbaycanın manatı məsələn bizim 3 qran 10 şahımız idi. Ya nə mənədir? Biz 3 qran 10 şahıya 1 manat deyərdik. Məsələn 10 manat deyəndə bilədik ki 3 tümən yarımı deyirik biz. 3 tümən yarım. Bunlar da vahidi pullarımız idi bizim zamanımızda. Hə. İndi bizlərə də mərasimlərdən deyək. Mən hətmən. Hə. Mərasimlərdən vallahi adam məst olur. Məst olan adam biraz huşu başında elə olmaz. O adam o qədimlərə gedəndə həqiqətən məst olur. Təzələnir ustad. Ruhu təzələnir. Bəli. Hə, sərxoş olur. Bəli. Adam bilmir ki, hansını deyim. Mənim elə bil indi məsələn gözümün qabağındadır. Məsələn 7-8 yaşımız var idi. Küçəmizdə xanımlar yığışardılar. Bir evin qapısının qabağına. Qabağına. Yığışardılar, oraya bilən görədən 10 nəfər xanımdır. Müsin, Miyansal, Ahıl, Bəli. Qoca. Bunlar təqribən iştirak məsai eləyərdilər. Bir-birlərinin işlərində bir-birlərinə köməklik eləyərdilər. İndinin tadəldir ki, bu ona məsələn nə deyim, klas qoya, indinin istilahı ilə deyək. Görürsən pencər seçirlər, bahəm seçirlər, yün dedirlər, bahəm yün dedirlər. Calib də buradadır ki, görərdim pencər ki seçirlər, ya məsələn ayrı iş görürlər, yün dedirlər, ya yün ayrıyırlar. İ ilə, teşi ilə, onlar da yadda qalsın da. İ, teşi. Teşi. Daraq. Yün darağı, bəli. Bu, görərdin ki, bir xanım, o birisi qonşusunun başını alıbdı dizinə. O zaman bilirsiniz da, başlan, müslüman adamlar bilir da, behdaş yox idi. Bu
şuyəndə məvad çıxmamışdı, az idi. Fab, tayd, bunlar yox idilar. Sabun da az idi. Vaqəən məmləkətin o zaman az nəzəri iqtisadi vəzi çox xarab idi bizim uşaqlıq zamanımızda. Cəng Cani Dovun məsələn 2-ci Dünya müharibəsi təzə qutulmuşdu. İran dövləti özünü təzə istəyirdi tapa. Ona görə bit dünyanı götürmüşdü. Bit də laməsə bax tühlü yerlərə düşər. Bu xanımların başına düşərdi. Orada bu bala qoyardı. Bu bala toxum ki tökürdü. Toxumunun adı sirkədir hacıram. Sirkə. Görərdin ki, mehribançılıqla o həmsayasının başını qoyubdu dizinə. Elə orada sık o sirkələri öldürür orada. Bəli da səfa, səmimiyyət. Bilirsiniz, əvvələn qız sevmə, qız alma indinin tadəldir ki, məmulən qızı analar çox çətin adam olardı ki, məsələn bir cavan olar, özü bir qızı tapa, məsələn ondan izdivac eləyə. Çox, 190 adamlar heç xanımı evə gəlməyənəcən, ya kəbin kəsilməyənəcən o xanımını görməmişdi mümkün idi. Analar tapardılar, hamamlarda tapardılar, ümumi hamamlardakı gedərdilər. Orada qız tapardılar, bədənlərinə baxardılar, eybiratdan olmuyor. Onda nə tür nişan eləyərdilər? Su tökərdilər. Onu da deyəcəyim da, su tökənli edərdilər. Az elmsiniz uzaq, bu toy mərasimi vaqəən bizim zamanımızda da 7 gün, 7 gecə toy olardı. Bəli, bizim türk toyları bu cürdülər. Yəni qədimdən, yəni bizim usturələrimizdə də türklərin toyları bu cürdür. 7 gün, 7 gecə toy olardı. Gecə 7 gün isbə. Asta köbədir, Asta çöbə. yegəldir, qaşalmadır, hənadır, gəlindir, duvaqqabbadır. O birisi adımdan çıxdı mütəəssifانه. Zor zeynimin çıxdı. Duvaqqabba qutulur da. Duvaqqabba qutulur. Yox, duvaqqabbanın zadı da fikir edirəm bir dənə bir mərasim olardı. Hop, duvaqqabbanı da ki bilirsiniz da nəzr olardı. Bəli. Cavan oğlana deyərdilər. Cavan oğlana dəsmalı, bucuq. yox, şərək hətmən bəyin adamı olardı. Bəyin adamı olardı. Təqribən hətta buluğa yetişməmiş bir uşaq. Kiçik uşaq. O gələrdi, duvaq bilirsiniz, duvaq türküdə yəni örtük. Duvağın mənası örtüyə deyər. Qırmızı dəsmal. Torlu örtüyə duvaq deyərlər. Onu salardılar gəlinin başına. Bəd 2 dənə balaca ağac verərlər oğlanın əlinə. Bəli. Deyərlər onu Allah da gəlini, Allah dasan gəlinəcə onu tutardı, saxlayardı o oğlanı duvağı qapanda. Bu 2 dəfə, 3 dəfə yalandan belə duvağı götürərdi ağaçlarla ki Allah da gəlini bəlkə götürə qaça. Məmulən gəlin də tutmaz idi ki o oğlana bir dənə kado verələr, hədiyyə verələr, töhfə verələr. Bu duvaq qappadır. Amma kişilərinki də birdən görərdiniz ki 6 gün, 7 gün böyük toy çalardılar. Bu şəhərlərdə biraz yığışmışdı. Amma bizim məsələn Şüvənə məhəlləsində, kətlərdə ki, ilah maşallah. Bəli, Calman getmək, yallı getmək, güləşmək. Toylarda bizim türkün toylarında güləşmək qədim zamandan pəhləvanlıqdır da, bilirsiniz da. Hətta bizim nağıllarımızda məsələn bir o görkəmli bir dən məsələn zəngin bir adamın qızı bir nəfərlə ki istəyirdi evlənə, ondan yarışardı, müsabiqə verərdi. At minməkdə, güləşməkdə hətta. Bu güləşmək bizim rəsmimizdir. Kətlərdə güləşərdilər. Şüvənədə də mən yadıma gəlir ki, məsələn birdən böyük toy gətirərlər, görərdiniz 7 gündə elə, gündə çalırlar, bəli orada yallı gedirlər, güləşirlər. Bu bizim təqribən toy mərasimidir. Bu duvaq qappa günü çox cəlib bir mərasim olardı. Tamamı famil. O adamlar ki toya çağırıblar, famildilər. Bunların hamısı bir dənə xonça göndərəcəkdilər, xonça. Bir dənə də bu xonçaya xələt alacaqdı. İndi xələt nə mənədir? Qab alacaqdılar,
paltar alacaqlar parçadan, filandan, behman ya bir dəst Miskab qab alacaqlar. Miskab. Məmulən də belə ay Vaqifi buyuran kimi miskab olardı. Bunu bir olub sahə gələrlər qənnatıdan xonça aparanlar olardı. Duyarlar, hamballar var idi ki, xonça aparmaqdan ötürü. Siz də görübsünüz həttən onlar. Bəli. Bir dənə belə bir şey qoyarlar başlarına, başla əzilməyə. Bu xonçanı başda aparardılar. Bir orada bunlar surətbərdari eləyərdilər. Xanımlardan biri basa var. Kim məsələn, bir dənə ağay bərin, bir dənə xonça, bir dənə də məsələn, mis mecmeyi. Bir dolça da deyərdilər, bəli. Onda o dua qapma mərasimində bunları bir nəfər oxuyardı. Hamı da deyərdi, Allah mübarək eləsin, Allah evi abad olsun. Bəli. Bu bizim toylarımızın mərasimi idi. İstəyirəm, icazə istəyirəm ki, gedək zəhmət verək ağay Ustad Vaqifiyə və Ustad Vaqifin söhbətlərini işlər. Çox xoşalam bu bərnamədəyəm. Səlamət olasın. Mərhəmət eləyibsiz, lütf eləyibsiz. Aranca söhbət çox oldu. İcazə versə mən xoya razı bir şeir oxuyam da. Məmnun. Ustad icazə. Əlbəttə Usta Şahbeydin qəşəngdə şeirlər var. İnşallah. İcazə ərzində. Xoyun qədim halı. İstərəm elimin başı ucala. İstərəm elimin başı ucala, əvrinin başını qarlı görəndə. Yaşıl yaşayışdan ilham alaram, xoyun bağlarını barlı görəndə. İstərəm yenə də ədəb nəğməsi, yayıla aləmə öz ölkəmizdən, İrfanın bulağı qeyniyə daşa, axa ürəklərə şəmsi Təbrizdən. Yeri var bir də bir qocaman xoyun, sizin qüçüyə işarə edin. Yeri var bir də bir qocaman xoyun, geçmişin də hörmət ilə yad edək. Söyütdü qüçənin, tutdu qüçənin, səfası ilə ürəkləri şad edək. İstərəm bulutlar sala nəfəsin, İstərəm bulutlar sala nəfəsin, bərəkət bu şəhrin başından aşağı, mecdə var çəməni yamyaşıl qala, zəlzələ bulağı qeyniyə daşa. Allahdan istərəm öz rəhməti ilə. Allahdan istərəm öz rəhməti ilə bu şəhrin çiçəyi, gülü solmuya. Xatın körpüsü çox biqarla dura, qotur çayı təravətsiz olmuya. İstərəm oxuyam xoyun tarixin. İstərəm oxuyam xoyun tarixin, qala qapısının səlabətindən, ədəb dərsini alam çox hörmət ilə, əsl xoyluların nəcabətindən. Məmnun, sağ olasın. Elə Məmməd müəllim idamə verədə, bir kürəkən göymə qaldı, bir kəlin göymə var idi. Bir də kətdəkdə bir mərasim var idi. Hər an ki o Səlmaniyə pul yığalar, bəyi otudarlıqda, məsələn, toya bir gün qalan. Bir deyən, məsələn, o zaman pul. Bir ki, mən məyim oydan bir geç, bura. 15 gram məyim, gələn oyda bir 10-15 mən o Səlmani pul yığdı. Onun da başım vurdu. Ustad Vaqifinin söhbətində onda Səlmaniyə işarə elədi. Söhbətində Səlmaniyə işarə elədilər. Bəli, bəli. Bunu bülələr bizim hörmətli görənlərimiz, tamaşaçılarımız ki, qədim kətlərdə çün feodalizm idi, yəni ərbablıq idi, kətlilərin bir gram pul olmaz idi. Yəni gedəməsən başını qıxdıra, bu pul verə, başını qıxdıra. Ona görə bu yaxud kətlərdəki var idi, xonun ətrafındakı kətlər, Səlmanlılar gedərlər kəndə, onların başlarını qırxardılar xərmənə. Xərmən zamanı. Elə ki, buğda biçildi, xərmən döyüldü, xərməni də bilirsiniz da, carcar var idi, bəli, hola var idi, vəl var idi, bunlar ki, düzdür. Bunu taya vurdular, ərbabın holadı da, bir də carcardı, bir holadı. Bu ərbabın mübaşiri gələdi, o buğdanı dejliyədi.
Deyici onun möhürüdür da, elə bil, yəni möhür vuradı 4-5 tərəfdən. O, yəni bir ayacanda gəlməsədi, o kətlinin haqqı yox idi. O bir belə buğda götürə. Götürsədi bölünərdi. Yəni dej deyərdi bir binə. Ona görə o mübaşirin ha zaman ərbabın adamının vaxt olsaydı gələcəkdi, ərbab səhmini götürə. Ondan sonra o qalan qalacaqdı o kətli yazığa. Kətli ondan Salmanının pulun verəcəkdi ki, illik danışıblar da. O baqqalın, çaqqalın pulunu aparacaqdı verə. Bəzzazın pulunu aparacaqdı verə. Başmaqçının pulunu aparacaqdı verə. Görəcəkdi özünə heç zat qalmadı. Yenə düşəcəkdi sələfxorluğa ta gələn xərmənəcək. O Salmanını ona görə mən işarə elədim. Bir də siz o toylardan ki işarə elədiniz gəlin mərasimi. Bizim o zamanın toylarını əslən qabili qiyas deyil ki, indinin toyları ilə. Heç qabili qiyas deyil. Əvvələn o sadəli, o səfası, o mənəviyyatı, o bir-birlərinə məhəbbətləri, yəni bir adam ki arvad alırdı ya ərə gedirdi, o böyük bir dənə məsuliyyət daşıydı. O məsuliyyəti ölənə can özü ilə aparacaqdı. Yəni bir dənə xanım, ona anası deyərdi ki, ağ gəlin donu ilə getdin o evə, ağ kəfəndən də oradan çıxacaqsan. Bunların bizim arayış vəsaillərimiz, indi xum, arayış dükanlarına gedəsən, o ləvazımı arayışı, mən bilmirəm, mənim elə itilatım yoxdur. O bilənlər deyirlər, hamısı təqəllibidir. Hamısı təqəllibidir. Mütəəssifənə bizim xanımlar, indi bilməm mankəndilər, ya məsələn hünərpişədirlər. Pencərə alanda da gərək 7 qələm arayış eləyələr. Üzr istəyəm xanımlardır məsələn. Bizim böyük xanımlarımız var. Mən onların qabağında əlirəm. Onların ayağının altında torpaq oluram. O fədakar xanımlar, o ana xanımlar, o fədakar insanlar, vaqəən məsuliyyət daşıyan insanlar. Sünnətlərimizə ehtiram qoyanlar, onları saxlayanlar. Bəli. Orada məsələn bizim bəzək vəsailimiz bizim hamısı təbiidir. Nə mənədir? Ağa, ibarətdir ənlikdən. Kişan, sürmə, vəsmə. Yaxşı? Bilmirəm nə mənədir. Bunlar hamısı təbii bir şeylərdən düzəlidir. Bizlərə zat ənlik kişan, bilirsiniz da, kişan ağardırdı üzü bizlərə. Ənlik bura vurdular ki, qızardırdılar. Bəli. Qızlar da ki, ta nişanlanmayınca, kəbinlər kəsilməyincə qaşalmaz idilər. Yəni qızının, xanımın fərqi oradan bilinərdi ki, görərdi bir adam gəlir, bu qızdır ya xanımdır. İndi qaşalma mərasimindəki dedik, bu bizim zatlarımızdır. Ondan sonra toylarımızda, bizim toylarımızda xanım xanəndələr vardı, xanım nəvazəndələr var idi. Xeyr, 3 dənə olardılar. Bir dənə qarman çalardı, biri qoval çalardı, biri də oxuyardı, xanəndə ayrı idi. 3 nəfər olardılar. Tərbən Məktubadın filmini ki görübsünüz, eyni təqribən o şəraitdə. Sadə toylar idi, bizim mərasimlərimiz gözəl idi. Amma xoşa o adamların halına ki, hüviyyətlərini itirməyə, bəli, özlüklərini, kimliklərini saxlayalar, hifz eləyələr. Adam baxanda bilər ki, bəli, bu məsələn xoyludur, bu tərvizlidir, bu seytacınlıdır, bu məsələn almanlıdır. Mütəəssifənə amma da biz biraz hüviyyətimizi itirmişik, tapamırıq. Və çox cəlibdir ki, در واقع qeyddik qədim xatirələrə, sünnətlərimizə və در واقع mərasimlərimizə. Xoy mərkəzi demək olar elə fərhəngidir da, bizim ustanımızda mən öz yadıma gəlir, özümün yadıma gəlir, Dəbistan oxuyanda konkurdan Azərbaycan Qərbidən o tədad şagirdləri ki, qəbul olardılar, əksəriyyəti dərəcə əvvəl Xoydan olardı, ikinci dərəcədə Urmiyədən olardı. Xoy qədimdən elə fərhiqdə yeridir.
Şeir o şairi də qədimdən vardı Xoydada. Onun bizim müasir böyük şairlərimiz olubdu Xoyda. Bəzisi tanınıb, bəzisi tanınmayıbdı. Bizim məsələn da bu müasir şairlərdən ad aparsaq əvvəl elə məcburuq Allah rəhmət eləsin Məmmədxan ağasıdan ad aparaq. Ustad ağasıdan. Çox xoş səthi məmləkətdə demək olar tanıyan tanınmış bir şairdi. Ondan sonra rəhmətli Döktü Şəms var idi bizim. Həm pezeşk idi, çox varəstə bir insan idi. Cənab Aybərin, mən burada fürsət bilirəm ki, o pezeşkiləri ki, bizim cavanlığımızda biz onlarla həm dövrə olmuşuq, ruhlarını böyüklüyünə yad eləyəm. Gecə saat 3-də, 3:30-da görərdin bir adamın uşağı nə xoşdur, aladı çiyninə, ya bir dənə böyük adam mərizdir, nə xoşluyubdur, xəstə olub. Bunu qışda, vəsilə də ki yox idi, aparardılar döktülərin, atların deyirəm, döktü Şəms idi rəhmətli, döktü Səlması idi, döktü Qurbanı idi, döktü Ayətullah idi ki, ehtiyacı mərifəyə yoxdur. Döktür əsası idi rəhmətli. Bəli, Döktür Şəfii idi rəhmətli. Döktür Mirzə Məhəmməd Əli xan idi ki, onlar qədimi döktürüdülər, bəli də, onlar bunlardan qabaqdır, Mirzə Məhəmməd Əli xan rəhmətli, bəli. Bu döktürlər axı danışqah görmüş döktürlər idilər, müasir döktürüdür. Ağa gecə saat 3-də, 3:30-da bunların qapısını döyədin, yuxudan durarlar, gələrdilər. Bir də onun ki, qaşqabaq eləyərlər, xoşluqla, sənin uşağın, nə xoşun, təhvil alacaqlar, orada müayinə eləyəcəklər, səsin yazacaqlar, gedərlər. Təəssübü buradadır ki, həman viziti alacaqdılar ki, günüz o viziti alırdılar. 5 tümən onların viziti idi, elə o 5 tüməni alacaqdılar. Bunlar bir böyük nemət idilər. Döktür Şəms yadımda düşdü, onu mən ad apardım ki, vaqəən böyük insan idi. Rəhmətli bizim həmkarımız Cəmşid Vaqif var idi, böyük şair idi. Ustad Diba var idi. Xoş rəhmətliklərdən Ayə Ayrımlı var idi rəhmətli. Ayə Ənzab rəhmətli böyük şairdi, bizim həmşəhrimizdi. Ərz eləm huzurunuza, indi Ayə Tehranda Cənab Ayə Ay Nasihi. Ay Nasihidir. Ay Nasihi məruf qəzəlsəradır. Mənim əzizim Ay Vaqif idi ki, bizim şəhərimizin mordunda çoxlu vaqən şeyləri vardı. Belə də bizim elə yenə də şəhərimiz doludur şair ilə, cavan şairlər vardı. Və ad aparsam mümkündür, bəzi yaddan çıxar, biraz adam şərməndə olar. Ustad, mən istəyirəm ki, sizdən bilirəm ki, bütün irtibatınız da vardı və şənaxtınız da var. Bir silsilə əfrad müvəffəqi ki, به قول اکادمیک و دانشگاه دوره‌ای görüblər və şəhər Xoydan rüşd eləyiblər, gediblər və nə tənha İranda, bəlkə beynəlmiləldə mərufdular. Az cümlə ağay doktor Hüseyn Seyflu, bəli. Mən bilirəm ki, yaxından aşinası və istəyirəm ki, neçə kəlmədə ay doktorun mövzuda danışaq. Bəli, doktor Seyflu, Allah səlamət eləsin, böyük riyazidandır, böyük insandır. Böyük insandır. Riyazidanlıq bir məsələdir. Böyük insan olmaqlıq bir məsələdir. Bir məsələ məruf var da, bir-birinə oğlundan çox narazı idi. Dedi, olsan adam olmayacaqsan. Vurdu ruzugar, bu siyasətmədar oldu qədim vali. Bir dənə şəhər, böyük şəhərin valisi oldu. Fayton göndərdi, dedi gedin mənim dədəmi gətirin. Getdilər məmurlar, bunun dədəsini mindirdilər faytona, gətirdilər bunun huzuruna, bu da oturub dəbdəbə kəb-kəbə ilə belə oturub, dədəsi gəldi, qapıda durdu ayaq üstə. O rişxəndlə,
Buna dedi ki, dədə, bəs sən dedin ki, mən adam olmayacağam. Mən indi vali olmuşam. Dedi, oğul, mən demədim ki, sən vali olmayacaqsan ki. Mən dedim, sən adam olmayacaqsan da. Elə adam deyəsən ki, dədəni bu vəzdə gətiribsən də, adam olsadın da bu vəzdə gətirməsən. İndi o insan olmaqlıq böyük məsələdir da. Bizim vaqəən şəhərimizdən böyük insanlar çıxıblar. Bizim Fərhixdə öz uşaqlıq zamanımızın böyük müəllimləri var idi. Mən yad eləyirəm mərhum Ay Xətmidən, mərhum Ay Qudsudan ki, bunlar o zaman lisans almışlar. Ay Rəstiqar. Ay Rəstiqar. Bəd bizim böyük döktürlərimiz var. Döktür Ariyay vardı. Banşəsti Danışqah Firdevsudur. İndi çox qocalıbdır. Məruf zəminşünaslardandır Danışqah Firdevsu da. Döktür Seyfulu Şüvənədə bizimlə bahəm böyüyüb. Şüvənə uşağıdır. Kasıb xanavadədən qovzanıb. Öz poştukarı ilə, öz təlaşı ilə, bəli, İngilistanda doktorasını alıbdır. 6 dənə riyazi riştəsində təlifatı var. Məruf, onların ən mərufi tarixi riyazidir. Çox oxumalı və vaqəən dəyərli bir kitabdır. Və Dötür Seyfulu neçə il rəisi Danışqah Təbriz, mən iştibah elədim, Danışqah Təbriz olub. O, bəd heyəti ümenای Danışqah Sənəti Səhənd idi. İndi dövranı bazışəstəliyini tey eləyir. Mən ona can sağlığı, uzun ömür arzulayıram. İnşallah bizim həmşəhrilərimiz hardadılar, sağ yaşasınlar, şad yaşasınlar. Allah sizdən müvəffəq eləsin ki, belə bərnamələr təhiyyə eləyirsiniz, şəhərimizi tanıtdırırsınız və axırda yenə də o öz həmşəhrilərimiz ki, eşikdə yaşayırlar, xarici məmləkətdə yaşayırlar, onları mən də sizin əvəzdən qucaqlayıram, üzlərini öpürəm. Allah səlamət eləsin. Və axərin sualım və dərxastım bu olsun ki, sizdən bilirsiniz ki, xoyun nemadı əvrindir. Və icazə istəyirəm huzurunuzdan ki, siz zəhmət çəkəsiniz və cənabınızın da əgər bu zəminədə həttəmən mətləbiniz olsa, buyurasınız və ləzzət aparaq bu əvrinin moridində. Bəli, nemadı xoy əvrindir. Biz, Allah bu neməti bizə verib ki, biz özümüz də dağçı olmuşuq. Bəli. Dağları təqribən geyib görmüşük. Əvrinə barıha gedib suud eləmişik. Əvrin xoğun bərəkətidir, xoğun böyük çaylarının hamısı o tərəfdən gəlirlər. Və bizim Ay Vaqifiyyə təqribən əvrin şairi ad qoymaq olar. Bəli. Bunun bir dənə əvrinə görə şeiri var ki, o həm daha əvrinlə tanınıb, yəni çox yerlərdə. Mən ondan xahiş edirəm, hüsn-i xitama elə o əvrin şeirini oxusun. Məmməd müəllim burada əvrin şeirini oxuram. Müzəddət müzahim oram. Havalansın başın əvrin. Qoy ucalsın başın əvrin. Yenə tufanlarla baş-başa çalsın daşın əvrin. Nəviqar ilə durub sənlə ikiz qardaşın əvrin. Həqq əli ilə yazılıb çilləxana ilə yaşın əvrin. Qoy ucalsın başın əvrin. Daşların qoy ucalarda yenə qartallara qalsın. Tərlanın qoy qanad açdıqca fərəhlənsin, ucalsın. Göllərin başını bir də sonalarla qazın alsın. Qaflanın yırtıcı qutlar canına bəlbələ salsın. Sazağın sazını çalsın. Sazağın nəğməsi gəlcək danışan sazda tel olsun. Daşların qoy qırat oynağı olub çanlı bel olsun. Qasidin qoy dərələr dolduralı tozlu yel olsun. Yaz günü qoy dərələrdən atılan səsli sel olsun. Ayılan bəlkə el olsun. Bulud üstündə duranda diyəməp laça çatarsan. Ağrı dağla əyaq olacaq, başı başlara qatarsan. Elimə arxa durub bir cəməcər sən də yatarsan. Gün batarkən aynan söhbət açıb nura batarsan. Ulduza, gəmzə satarsan.
Havalansın başın əvrin. Havalansın başın əvrin göyə, şaya salan olsun. Elivin dərdini bir dərman edib bir alan olsun. Elə əyri baxanın yurdi, yuvası, talan olsun. Bu şirin türkü dilim, diller içində qalan olsun. Bizi yada salan olsun.